Necədir? Bax. Çox qəşəngdir. Yəni bu konkret bunu qozla doldurursunuz. Qabaqdan sevgililer günü gəlir. Dırnağım da imkan vermir bunu bağlamağa. Neyse bunu sonra bağlayaram. Bax. Dostlar, sevgililer günündə bunu doldurursunuz bundan. Şokolad da dolduraram, yaxşı. Şokolad hələlik yeni qaba qoz dolduranda qab bərəkətli olur da, bərəkətli. Bax, aşıb daşırma var. Necədir? Gözəldir. Bunda salat düzəldirsiniz. Çox bəyəndiniz deyəsən. Gözəldir dostlar. Nə gülürsünüz? Gülməli də başa düşmürəm. Çox qəşəkdir. Gözünüzdə var deyəsən ha. Bərəkətdir, bərəkət. Mənim də bir dənə büzüşmüş evdə alma var. Belə. Qəşəkdir. Yazın görüm. Əla. Bax, ucuz və keyfiyyətli. Xanımlara bu qabdan alırsınız. Bu farfır qabdan. Qabın da içini boş vermirsiniz. Kimin pulu çoxdur, içine qızıl qoyur. Kimin pulu azdır, qozla doldurur. Bir də belə bir alma. Bunu salat düzəldir, verir. Necədir? Qəşəkdir. Ay, sağ olun. Şokolad yığım. Yaxşı. Bir dənə indi şokolad görüm nəyim var. Ay aman. Gəldi durdu damlayıb. Şokoladlarımı sizdən gizlin deyil. Allah'tan gizlin deyil. Sizdən nə gizlədim? Burada olan qalan bantülərimdir. Gedim yenə orada şokoladlarım var. Gətirim. Evdə tapılmıram buraya. Geldim eve geldim. Geldim. Ben böyle yemediğim şokoladlarımı. Alttan bunları koyayım ki. Yer dolsun da. Yoksa buna ben bak bunları alttan koyuyorum. Bunu da alttan koyuyorum. Все. Üzerine de. Все. Ne var ki bunu döndürmeye? Bak. Все. Bunu boş şokoladlar doldur. Yeme. Qəşəkdir. Buna nə yaraşdı? Konfet yaraşdı, şokolad yaraşdı, yoksa ne yaraşdı yazın görün. Bunu götürün buradan. Götürdüm. Bu yaraşdı elə. Gül yaraşdı. Qoz alma yoksa şokolad. Yazın görün. Qoz alma, gül. Piti qabı. Yox, əşi bunda piti yemək olar. Bunu mən şkatulka eləmək istəyirəm. Bu mənim makyaj otağımda aboy rəngindədir. O otağın aboyuna qəşəng düşür, amma orada itib batar öz rəngində. Gül. Gül qəşəngdir. Hələli şokoladla belə dursun. Çox gözəldir. Mən bir qabı alıram dostlar. Bir həftə ruhum təzələnir də, onun gözəlliyinə baxıram. Bir dəfə Bakıda bir xalça almışdım. Əl işi idi. Bir uzə rəngində. Neysə. Ailə üzvlərimizdən bir nəfər gecə baxır ki, qonaq otağının ışığı yanır. Səhər saat 5-dir. Fikirləşir ki, yəqin ışığı açıq qoymuşuq da. Gəlir ki, qapını açsın, ışığı söndürsün. Belə sonra mən də belə oturub bax, belə saatlarla xalçaya baxıram, gözəlliyinə. Gedirəm o tərəfdən baxıram, tünd görünür. Bu tərəfdən baxıram, açıq görünür. Belə də bismillah deyir. Hoşum, mən duyan duyur da zaten. Hər adam bir
Hər insan bir şeyə marağı var. Adam var pul sevir, sizin kimi. Adam var qab-qacağı sevir, mənim kimi. Hoşum, şokolatı yolla ye. Qurban da Allah'ın dostu. Bakıda olanda Moykadakı dostlar, bizim evin yanındakılar sevinirdilər. Çünki evdə nə qədər şokolat olurdu, mən yemirdim, çünki yeyəndə kökəlirəm. Hamısının sroku keçməsin deyə, heyifdir də, aparırdım Moykada onlara. Yəni ki, ərmağan eləyirdim ki, yeyin. Yeyin, cana gəlin. Çox qəşəkdir. Sevdim ha. Sən güya deyir, pulu sevmirsən ki. Ay səni, sən mənim ən gözəl, ən məni yaxından izləyən izləyicisən. Çünki sən bilirsən ki, mən pulu çox sevirəm. Hamı sevir ha, o birilər özlərini, o birilər boyunlarını almırlar. Hamısı sevir, hamısı. Görmürsünüz, bir də görsəniz 70 yaşında qoca kişi gəlir alır 25 yaşında qız. Nəyə görə? Qız onun nəyinə getdi? Məştubat demiş, puluna. O qədər dastoylu kasıb oğlanlar var. Get də kasıb oğlana. Necədir qabım? Qabımdan yaz, nə? Pulu deyir kim sevməz ki. Çox sağ ol. Bəli, 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 bəli. Necədir qabım? Əla, əla, əla. Allah Taala ərə gedən qızlara belə farfır qablar qismət eləsin. Elə də baha deyil ha. Buradan alsaydım bizim pulla 500 manata olardı. Xaricdən gətirtmişəm 250 manata. Çox qəşəkdir. Ay, nə qəşəkdir. Bəlkə də burada çox bahadır. Amma bir yerdə görmüşdüm Avitada. 5-600 manat idi. Bu məndə güldan da var. Göstəreyim güldanı. Bunun məndə güldan da var. Göstərim güldanlarımı. Baxın da, baxın. Gözünüz gözəllik görsün. Görürsünüz? Qəşəkdir. Gəlib buranı da. Rusiyada da belə antik şeylər alıram. Görürsünüz? Zövq. Sıqırır, qızda zövqdir. Güllərim necədir? Naturalimdir elə bir ki. Bu məndə balacası da var, kuxnaya almışam. Onu da göstərim sizə. Cehizlərimi göstərirəm sizə. Göstərim. Ay xanımlar. O göstərim. Hansı gözəldir? Bu biraz telefonu arxaya çəkim. Ay qızlar. Ay bəylər. Hansı gözəldir? Bax, 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 bax. Hamısı. Ən gözəl, ən ikinci bu. Bu ən böyük gözəldir güldan. Balaca güldan yoxsa konfetnica. Ayda, hamısı gözəl. Pensiya çıxanda qab alver eləyəcəm. Özüm üçün, həm belə baxacağım, zövqüm açılacaq. Bəh. Ona görə səhifəmi tıklayın. 10 ildən sonra farfır qablar satacağım. Nə olacaq ki? Hə? Bu güllü. Ay sağ. Heç biri deyən səni görüm. Rublə nəm ayrı vaxtlarda almışam. Bunu haradasa almışam. Neçə? 700 manata, nəyə bilmirəm. Bunda 5-600 zada belə. Bunda 300 zada belə. 300-400. Amma çox bahadır. Burada çox bahadır. Qəşəkdir. Zövqüm gözəldir də. Sonra deyirsiniz, keçmişdə qalmısan. Mən nə keçmişdə qalıram? Mənim zövqümə nə olur ki? Hələ buna baxın. Bunlar təbiidir. Sevgililər gündə bir dənə belə gül verirsiniz sevdiyinizə. Bir dənə. Bunda tikanı batmasın deyə. Hələ. Batırım güllərimə su töküm. Ayda, necə başa düşdünüz ha? Süyünü də yazıblar. Süyünü güldü. Hə, halal olsun sizə. Amma canlı yoxşuyur da. Sizin başınızı yozmaq olmaz ha. Sizin aranızda ala qarğa bala çıxartmaz. Karoçki, bu gözəldir, bu da gözəldir. Bu mu gözəldir, bu mu gözəldir? Hansı gözəldir? Qoy bunun içərisində də gül qoyum da. Bu yetimin haqqına girmiş ya. Hə, bunların hamısını
Bunlar İtalyan qablarıdır. Amma Kitayda fabriki var, orada istehsal olunur. Farfır dostlar. Bəs belə, bunda 5 dənə belə. Sizin zövqünüzü açıram da görürsünüz. Bax, bu belə. Bu da belə. Bunu kuxnaya qoyuram. Bunda belə. Bura biraz da gül alacağım deyəsən. Ay, güzeldir, ne güzeldir. Siz Allah, mən belə şeydən, gözəllikdən ləzzət alıram. Məndən pis adam olar. Desəm də pis olum ola bilmərəm də. Biraz da mənim tərifliyimdən nə olar? Çox gözəldir, çox. Bu da gözəldir. Bu da gözəldir. Bəh. Bir dənə də dəli qırmızı bu razmerdə axtarıram. Bax, bundan. Sağ ol, ay Bağban. Bağban baxır güllərimə gül atır. Sağ ol, dəyərli müğənnimiz. Bu rəngdə də bu ölçüdə olsa, indi axtaracağım. Zakaz edeyim. Şu. Bizim dəyərli müğənnimiz Bağban Kərimbəyli. Onda yarpağı. Onu yerine koyuyorum. Bunda da yeri buradır. Bunun yeri buradır. Bunun yeri buradır. Bunun yeri kuxnadır. Kuxna. Salafanlarını da açın. Bəyəndinizsə şad oldum. Bunun da yeri Yo, elə mən Bakıda evim belədir. Hə, bilirəm. Məni yaxından izləyənlər bilir ki, mən belə antik muzey qablarını çox sevirəm. Özüm də antik xanımam. Kübar, antik. Kaliningrada toya getmişik dostlar. Orada düz Avropanın içərisində, sağı solu bütün Almaniyanın şəhərləridir. Cəmaat orada gedir, nə bilim, belə şeylər olur, turistlər üçün. Daş, duş, nəsə belə şey. Mən özümən alsam. Antikdir. Bu nə bilim 100 yaşı var. Kiminsə ev əşyasıdır, satırdı. Əl bagajı idi, yük bagajım yox idi. Suvenir mən sevmirəm. Bax, belə mürəbbə qabı. Ya da ki, gilas. Vazada gilas zad qoyursan, çiyələk, onun yanına qoyursan, çərtdəyiniz adını bunun içərisinə qoymaq üçün. Gözəldir, hə? Belə şeylər. Bizim müğənnilərin çoxu bilmir ki, belə şeylər. Ona görə də sözümüz onlarla tutmur da. Ruhum budur da canım. Neyiniyim? Mənim ruhum budur. Bunlar antik sayılır. Yoxsa ki, o birlər var, belə qablar məsələn. Bunları hədiyyə veriblər mənə, əsəbləşəcəklər. Sağ olsunlar, hədiyyələrinə görə sağ olsunlar. Amma, dostlar, ay saqqız tapım. Üzürlü sayım, bir dənə saqqızı ürəyimisi. Hə. Bunlar nədir ki? Bunlar Türkiyənin zadım. Mən belə qab xoşlamıram. Pay veriblər, sağ olsunlar. Payları çox olsun. Amma adların hamısını deyərəm. Antikam başa düşməyəcəksiniz. Bavariya nədir? Nə bilim, Çerni nədir? Və yaxud bilənlər var, ha? Ay Dəyanət bəy, qabdan söhbət edirəm, qadan alım. Canlımdan savmesini efir eləməkdən çıx. İndə maşallah. Ay maşallah çıx. Hə, Weimar nədir? Bilmirlər axı. Bilmirlər. Bilmirlər canım önüm, bilmirlər. Deyir... Yox, kobalt sevmirəm. Kobalt qablar qara rəngi olur adətən, tünd olur. Çirniyel zad rəngində, tünd. Evi açmır, evi boğur. Sevmirəm. Gümüş qablar üçün ürəyim gedir. Amma burada biraz Bakıya baxanda ucuzdur gümüş qablar. Bugün bilirlər ha, mənim izləyicilərim. Bəh, bəh.
Mən də hərdən burada lağlağı eləyirəm ki, əşi. İndi izləyicilər də sən demə hamısı bunların alimi imiş ki. Weimar baha deyil, elə də baha deyil. Weimar'ım var, Bakıdadır. Burada da var. Amma ən çox oradadır. Mənim mamada var, 38 ilin qablarıdır. Satırsız, satın. Səhifələr var, şeydə, Instagramda verin onlara, satsınlar. Heç nə də tapmayanda qızlar bir-birinizə, daha doğrusu bəylər sizə hədiyyə alanda gördünüz, heç nə başını çıxmır, tapmırsınız. Tomun qabları var, onlardan aldırın. Qadının, xanımın sərvətidir bu qablar. Evim köhnə deyil, evim Novostroykadır. Mən belə antik sevirəm də, hər şeyi antik. Neyiniyim? Mən də beləyim. Baxırsınız, Bakıdan pərdələri tikdirib gətirmişəm. Bax. Baxırsınız, mənim ruhumu, mənim bəzi izləyicilərim var, onlar Mason ən bahalısıdır, ən şahıdır. Tıkvalar. Tıkvana bu şey var, Abedin çayın servis. 100.000 dollardır nədir? Onun bir dənəsi qırılsa ürəyim dayanır. Kim də elə pərdə vuran? Mən hamıda olandan sevmirəm. Məndə olan gərək addelli məndə olsun. Bəli. Bax, burada bir xanım da yazır. Oscar da gözəldir. Oscar'ın boş qapları var məndə. Satıram. Alan olsa. Başqalarının çoxdur məndə, yəni başqa bir şey almaq istəyirəm. Evet, deyir o pərdənin deyir nə? Nə ilə uyğunluğu var? Gərək uyğun olsun, ay canım. Məndə uyğun olmaya da bilər. Məsələn, mənim bu süfrəm, gözəlliyini görürsünüz. Siz öyrəşmişsiniz. Pərdə qırmızı, süfrə də qırmızı. Elə şey olmur. Bir evin bir pərdəsi olmalı deyil, 3-4 pərdəsi var. Birdən pərdə bu rəngi olur. Bax, bunun saçağı rəngi. Birdən o rəngi olur. Burada zövq aşılayıram. Məni tutanlar tutdu. Kalitəli izləyicilərim. Tutmayanlar da. Klasikanı ucuzlu şeydən yaradanda pis görünür. Bavariya gözəldir. Mənim oğlum yaşayan şəhərdə elə qablar var. Deyirəm, gələcəm. Deyirsən, mənə görə gəlməzsən, qablara baxmağa gələrsən. Hərend qablar var. O bircə o şəhərdədir. Tapın görüm hansı şəhərdir? Hərend qablar hardadır? Qəbir bir cürə deyəndə mən də bilirəm bir cürədir. Zato mən buna baxanda mənim zövqüm artır. Nastırı ilə gözəlləşir. Bax. Ay aman. Qazaxda yazıblar, Almaniyada. Yox. Ay yox. Düppədiz yazdı orada bir adam. O görüm onun adı nədir? Ay aman. Yox, Çexoslovakiya deyil. Yox. Oxuyub çatdıra bilmirəm. Qoy onu yazana halal olsun. Onun adını çəkim. Sənə haram nə idi? Sənə halal olsun. O üzürlüsən. Yox, Çexiyada yoxdur. Çexiyada elə də gözəl. Çexiyada ancaq çexski xrustallar var. Arzu. Süpersən. Sən zövqlü izləyicim. Halal olsun. Sən heç bir müğənni bilmir mən qədər. Sonra deyirlər ki, Macaristan, Budapeşt, da, halal olsun. Da. Quran haqqı siz müğənnilərin çoxundan çox zövqlüsünüz. Halaldır sizə. Valla. Bəli, ən gözəl qablar Macaristandadır, ən gözəl qablar Almaniyadadır, ən gözəlləri. Mən bacımın qaynası Almanda axı. Bizə gəliblər elçiliyə Bakıda. Mənim qablarımı da Almaniyada milyarderlər ala bilir də. Yəni orta əmək haqqı alan adamlar almaz. Onlar gəzməyə zada pul xərcləyirlər, amma qaba zada o boyda pul vermirlər. Gəliblər bir-birinə baxa-baxa qalıblar ki, bu nədir də, bunun evi bütün Mason, nə bilim, Bavariya, hamısı Almaniyanın qabları. Bir-birinə baxırlar ki, yəni hələ də onu danışırlar ki, belə. Vallahi, tərifləmirəm, siz də istəsəz alarsınız. Siz gedirsiniz, nə bilim, başqa şeylərə pul xərcləyirsiniz, mən də belə şeylərə.
Valla. Evimə hələ orada şəkillər qalıb görürsünüz, hələ asmamışam. Onu burada bax, burada divarda boş yer var. Bura asacağam. O şəkilləri. Altında da onun böyüyü var. Birində üzbəüz bu divara. 2 dənə də spalnya. Bir dənə də kuxunuya. Qoy şəkilləri asaq, göstərərəm. Ölüb deyil, gedəcəksiniz. Nə? İndi ölüb gedəcək deyə çadırda yaşayaq. Deyir, qaba deyir, bu boyda pul vermək olarmı? Dəlisən. Eyb yox, sən ağıllı ol, sən qaba pul vermə. Mən də bununla xoşbəxt oluram. Neyniyim ki? Darvazlarını daşlamıram, toyuğuna küş demirəm. Neynirəm ki? Başa düşmədim. Saqqızı nə çiynəyirəm? Çünki saqqızı çeynəməsəm, Mito yazanın birinə dişimin dibindən çıxanı deyəcəm. Saqqız qarşısını alır. Ermitaj, o halal olsun. Məsələn, siz Fransaya getsəz, yürüb gedirsiniz, Eyfelin yanında dayanıb bir şəkil çəkdirirsiniz. O da lazımdır. Mən Fransaya getsəm, gedərəm orada Louvre muzeyə gedərəm. Mən onda deyərəm ki, mən Fransaya gəldim. Kim gedər muzeyə Louvre? Getməzsiniz. Mən Piterə gedirəm indi toy oxumağa, amma Adel ayrı vaxtı, toy olmayanda mən gedirəm Ermitaja. 4 dəfə olmuşam Ermitajda, 4 dəfə. Gedərsiniz, heç Azərbaycanlılar var ki, Piterdə yaşayır, hələ Ermitaj harada yerləşir, içərisi nə cürdür bilmirlər. Tarix budur da. Louvre'da olmuşsunuz, paxıllığım tutdu sizə. Bir dənə arzum odur ki, Fransada olum Louvre'da, olmuşam Almaniyada, olmuşam Avstriyada, olmuşam Çexiyada, amma Fransada, İtaliyada olmamışam. İnşallah. O, Dresden, halal olsun. Mənim bacım gil Münxendədir. Çox gözəl şəhərdir. Şəhər özü həm bahalı şəhərdir, həm də çox gözəl şəhərdir. İtaliya, Milana. İndi mən virtual getmişəm. Yəni YouTube'da, televizorda, verilişlərdə gedib gəzmişəm. Amma özüm gedib gəzmək başqadır da.